televiziya verilişlərindəki aparıcılardan razısınız? Hamısından deyil, ancaq içərisində baxdığımız şəxslər də var. Ancaq bir də var ki, o son zamanlarda məsəl üçün hansısa bir aparıcının mən oğluma atasız qız almazdım. Məsəl üçün sözünü işlədən aparıcılar kimi aparıcılar var ki, onlar bizim adət-ənənəmizə uyğun olmayan sözləri işlədirlər və siz fikirləşin. Yəni mən deməyim, qoy xalq özü desin ki, bu söz nə qədər tədbirə layiqdir və minlərlə qızın təhqiri deyilmi? Yəni belə sözləri işlədən aparıcılara qarşı hər halda hardasa bir, necə deyim, məntiqi bir yolla xəbərdarlıq edilməlidir ki, insanların qəlblərini qırmağı, insanları, necə deyərlər, qız uşaqlarının bu həddə mənasız bir varlığa çevrilməyi ki, atasız qız, fəhri qız deyil, bu düzgün söhbət deyil. Və biz belə bir aparıcıları həm qəbul etmirik, həm də onlara qarşı, yenə də deyirəm, iş layihəsində, yəni işlərinə uyğun olaraq hardasa bir tənqid və ya məzəmmət obyektinə çevirmək ki, belə cümlələr daha ekranımızda işlərilməz. Bəli, razıyam. Aparıcılar çox yaxşıdır, verilişlərimiz də yaxşıdır. Əlbəttə ki, razıyam, bəli. Xoşum gəlir, baxıram da, çox yaxşı bəyənirəm. Məncə yox, çünki dünənki sosial mediadan izlədiyim aparıcı haqqında oxuduqlarım heç də qənaətbəxş deyildi. Çünki səhv eləmirəmsə Faiq Ağayev də o barədə çıxış elədi və çox tənqid elədi. Məncə düzgün elədi. Çünki televiziya çıxanı ümumiyyətlə elə belə buraxmaq olmaz. Yəni bunu bir yoxlamaq lazımdır, senzura lazımdır. Yoxsa kim nə istəyir deyir, kim nə istəyir geyinir, kim kimi istəyir təhqir eləyir, belə şey hadisələr. Bunların hamısını mən yəni internetdən görürəm. Çünki bizim kanallara 10 ildən çoxdur baxmıram. Ancaq bax sırf bu hərəkətlərinə görə. O 4 dənə veriliş var orada, nə bilim, atlarını çəymirəm. Özünüz biz bəyənmirəm. Mən şəxsən elə gedirəm evə, açıram Rus kanalları. İnanırsa Rus kanalları onlardan min də yaxşıdır. O kim ki onlara inanır, kim ki onlara yəni bəyənir, onların özlərində təqsim tanır. Mən təklif edirəm, deyirəm ki, yəni onların yerinə onlar orada vaxt aparırlar 3 saatlarla, 4 saatlarla. Səhər atsan o, axşam atsan o, günorta pişirmiş. O şey səhərdən axşamı kimi tilbi atsan elə olardı da. Yəni onların yerinə bir mənalı bir şeylər, bir qəşəng bir verilişlər, nə bilim gülməli aktyorlarımız var, təzələr də var, köhnələrdən də rəhmət edənlərdən də var. Allah onları qani-qani rəhmət eləsin. Yəni onlardan min dəfə yaxşıdır. Tam hamısından yox, ancaq çoxlarından hə. Çünki onlar müəyyən məsələləri sosial şəbəkələrdə belə deyək də millətin xeyrinə necə deyirlər, səsləndirirlər, eşitdirirlər, təbliğat edirlər və mən bunu bəyənirəm başqaları kimi də. Ancaq bəziləri isə yox.